Altın diye şey, ampulsuz məhdudlaşdırıcı var, tranzistorda. Tranzistor üzərində də var, bəli. Bu günlər biz baxdığımız isə amma nədir? Stabilitron üzərindədir. Stabilitron deməli dedik ki, ədəbiyyatlarda adətən Zener diodu adlandırırlar. İki növ şərti işarəsi bizim rastımıza çıxa bilər. Amerika Milli Standartlaşma İnstitutunun verdiyi standart əsasında çəkilmiş şərt işarə və Beynəlxalq Elektrotexnika Komissiyasının verdiyi və bizim də bu günləri ədəbiyyatlarımızda istifadə edildiyimiz klassik şərt işarə. Bu üstündə tərcüman kitablarda əsasən bu formatdan istifadə edilir. Gəlin qısaca olaraq müəyyən edək ki, Zener diodunun və ya stabilitron eyni mənanı verir. Fərqini, deməli digər diodlardan fərqi nədir? Birinci biz baxırıq ki, Zener diodu əks qoşulu görünür. Yəni stabilləşmə effekti, Zener effekti deyirik biz buna. Zener effekti əks qoşulma zamanı baş verir və belə deyək, Zener diodunu siz nəzərdən keçmişsiniz. Minimal və maksimal dəyişmə diapazonuna müvafiq olaraq çıxışda bizə fiks bir gərginlik verir. Fərz edək, bizim stabilləşmə gərginliyimiz 5 voltdur, minimal qiyməti 4, maksimal qiyməti isə 18 voltdur. Bunlar şərti olaraq bir qiymətlərdir, başa düşə bilərsiniz deyə. Deməli, verilmiş Zener diodu markasına uyğun olaraq bildik ki, onun üzərinə 5 volt gərginlik düşür. Deməli, 4 volt gərginlik düşsə də 5 voltdur, 6 volt düşsə də 5 voltdur, 10 voltda, 11 voltda, 12 voltda, 18 və 18-dən yuxarı qiymətlərdə artıq nədir? Bu bizə 5 volt gərginliyi vermir. Mahiyyəti bundan ibarətdir ki, bizim çıxışda deməli 5 volt gərginlik verilsin. Bunun gərginliyi verilməsi üçün klassik bir dənə sxemimiz mövcuddur. Deməli, müsbət bura versək mənfiranı. Görürsünüz ki, belə bir dövrədir. Burada 10 volt fərz edib belə deyək də VS qida gərginliyi verilir. Bunun üzərinə VD gərginliyi, VZ gərginliyi düşür, Zener gərginliyi düşür. Yerdə qalan gərginliyimiz hara düşür? RB üzərinə düşür. Bu bizim nəyimizdir? Ballast müqavimətimiz. Adına da göründüyü kimi nədir? Balanslaşdırıcı bir müqavimət kimi də biz nədir? Qiymətləndirə bilərik. Yəni bizim dövrəmizə verilən gərginliyin qiymətinə müvafiq olaraq dövrədən axan stabilləşmə cəryanının qiymətinə müvafiq olaraq olmalıdır. Deməli, dövrədə RB-nin qiyməti seçilməlidir. Adətən RB-nin qiyməti seçilməsi üçün şərt mövcuddur. VS minus VZ bölünsün bir stabilləşmə. Bu qiymətdən yuxarı tərtiblərdə biz müqavimətin qiymətini təyin edirik ki, bizim burada qalan fərq gərginliyimiz ballast müqaviməti üzərində düşmüş hesab edilir. Bu stabilləşmə məqsədindən olan dövrələr idi. Regulyator da deyirlər. Və bir də deyirik ki, stabilitronla dəyişən cəryan dövrəsində də biz istifadə edib siqnalı verilmiş müəyyən bir gərginlik qiymətə kəsə bilərik. Yəni belə deyə bilərik, amplitud qiymətini istədiyimiz formada dəyişə bilərik. Bunların da növləri mövcuddur. Sıfır səviyyəyə görə və sıfırdan fərqli səviyyəyə görə deməli məhdudlaşma sxemləri mövcuddur. Birinci halda gəl sıfır səviyyəyə görə stabilləşmə nəzərdə edilək. Bunun özünün də iki növü var. Deməli, müsbət də mənfiyə görə və bir də həm müsbət, həm mənfi yarımkördə stabilləşmə təmin edilə bilər. Bayaqları buradakı bizim mənbəmiz DC-dir, sabit cəryan mənbəyidir. Gəl bir dənə dəyişən cəryan mənbəyi ilə dövrəmizi quraq. Dəyişən cəryan mənbəyi götürdüm. Dövrəmi qurdum. Buna yenə deyək. Burada bir dənə yük müqaviməti çəkə bilərik. Yükün üzərinə düşən gərginlik düşküsünün forması Zener diodu üzərinə düşən gərginlik düşküsünə bərabər götürülməlidir. İndi gəlin siqnalımızı çəkək. Bu birinci mən çəkirəm. Bax bu deməli A və B nöqtəsi arasında giriş gərginliyi siqnal formada çəkirəm. Və AC deyək, yəni dəyişən cəryan. Bunu deyək 0, bunu deyək T bölü 2, bunu deyək T. Yəni bir tam dövrümüzü götürürük, bir periodumuzu götürürük. Görürük ki 0 ilə T bölü 2 intervalında bizim dəyişən cəryanımız müsbət yarım perioddadır. Qeyd edirik müsbət. T bölü 2 T intervalında isə mənfi yarım perioddadır. Bunu da qeyd edirik.
İndi gəlin baxaq, mənfi və müsbət yarım periodun növbə ilə dəyişməsi dövrədə nə prosesləri yaradacaq? Birinci halda müsbət yarım periodda A nöqtəsi B nöqtəsinə nəzərə müsbət düşməlidir. Yəni A nöqtəsinə müsbət, B-yə mənfi yazılır. Yəni burada müsbət kütübdür, burada mənfidir deyə bilərik. Onda cəryan axma istiqaməti bu formada olacaq. Onda qeyd edə bilərik ki, deməli, bax, belə işarət çəkirəm. Müsbət yarım periodda VZ necə qoşulur dövrəyə? Əks qoşulur. Dövrəyə əks qoşulduğuna görə verilmiş gərginliyimiz, fərziyyəti yarım bir gərginlik qiymətindədir. VZ gərginliyi qədər kəsilir. Fərz edək ki, bizim zener gərginliyimiz verilmiş qida mənbəyindən kiçikdir. Şərti olaraq da deyə bilərik bu 10 voltdur, bu isə 5 voltdur, ya 6 volt. İxtiyari bir qiymət götürür. Yəni tən bu 5 volt götürsək, demək tən ortasından bu nədir? Bir siqnal. İndi bizdən tələb olunur ki, C-D nöqtəsi arasında harada qalmışdıq? Rəvəs olur. Nə deyirdim? Oradaydım. Burada qida gərginliyimiz dedik kəsiləcək. İndi bizim C-D nöqtəsi arasında, yəni yükə verdiyimiz gərginliyin formasına baxaq. Dedik ki, müsbət yarım periodda stabilləşmə gərginliyi qədər nə oldu? Siqnal artıq burada oluşardı. Bu oldu bizim qida gərginliyimizin qiyməti. Bu isə oldu nə? Zener gərginliyi. Görürsünüz, qida gərginliyimiz zener gərginliyi qiymətindən kəsildi bir növdə. Bax, bu artıq görürsünüz, formada nəyə bənzər? Impulsa. Ona görə dedik buna amplitude formalaşdırıcıları. Bu adda adlandırılır. İndi mənfi yarım period. Deməli, mənfi müsbət yarım period bitdi, öz dövrünü tamamladı, gəldi 0 xəttinə, 0 nöqtəsindən də artıq mənfi yarım period başlayır. Onu da qeyd edirik. Onda gəlin görək VZ necə qoşulur. Artıq burada kütüklərin yeri dəyişir. Artıq B nöqtəsi müsbətdir, A nöqtəsi isə mənfi. Deməli, nə olur? Anoda müsbət potensial düşür, katoda mənfi potensial düşür. Deməli, artıq burada nə baş verəcək? Diod düz qoşulacaq. Zener diod dövrəyə düz qoşulduğu zaman da necə özünü aparacaq? Düz qoşulur. Ötürmə rejimində işləyəcək. Burada yazaq zener effekti. Yəni, adi diod kimi aparacaq? İki nöqtəli C ilə D nöqtəsi arasında sadəcə əlaqə yaradacaq və bunlar bilirik ki, real diod xarakteristikasına malik olacaqlar. Belə olan halda da üzərinə qədər gərgin düşəcək, özünün açılma və ya aslında gərginliyin qiyməti qədər. Orada da artıq nə olacaq? Belə bax, bir sinyal olacaq. İndi bu period belə davam edəcək. Növbəti ikinci period, üçüncü period, bax bu proses nədir? Təkrarlanır. İndi bu oldu nə? Müsbət yarım perioda görə. İndi mən mənfi yarım period əldə etmək istəyirəmsə, nə olacaq onda? Bəli. Bunun yerini dəyişəcəm. C nöqtəsinə anodu qoşacam, D nöqtəsinə katodu. Artıq onda nə olacaq? Müsbət yarım periodda düz qoşulacaq, müsbət yarım düz qoşulacaq və ötürmə funksiyasını yerinə yetirəcək. Mənfi yarım periodda əks qoşulacaq və zener effekti əsasında stabilləşmə təmin etmiş olacaq. Yaxşı, istəyirəm həm müsbət yarım periodda, həm mənfi yarım periodda qoşulsun. Yəni, həm müsbətdə, həm mənfi yarım periodda düzlənmə, belə deyək, səviyyə görə kəsilmə olsun. Onda nə edirik? Elə edirik ki, elə bir sxem düzəldirik ki, bir dəfə bir diod, zener diodu, bir misal üçün belə deyək, müsbət periodda, yarım periodda bir diod işləsin, mənfi yarım periodda digər diod işləsin. Gəlin o sxemi düzəldək. Nə baş verir? Müsbət yarım periodda, burada balıqda seçək. Müsbət yarım periodda CD nöqtəsinə, C nöqtəsinə müsbət potensial, D nöqtəsinə mənfi potensial düşür. Gəlin bunları da adlandıraq. VZ1, VZ2. Düz qoşul, deməli müsbət yarım periodda C-yə müsbət, D-yə mənfi düşdür. Görürsünüz ki, VZ1 diodunun anoduna müsbət potensial düşür, katoduna mənfi potensial. Deməli, VZ1 necə qoşulur? Düz qoşulur.
VZ2 necə qoşulacaq? Görürsünüz ki, katoda, anoda mənfi potensial düşüb, katoda cəryan əlaqəsilə müsbət potensial. Bu nə olacaq? Əks qoşulacaq. Deməli, mən qida gərginliyimi VZ2 gərginliyi qədər müsbət yarım periodda kəsə bilərəm. Yəni bu 5 voltsa 5 volt, 3 voltsa 3 volt neçədirsə qədər. Onda deməli formaca belə bir şey. İndi gəlin digər yarım periodda olacaq. Yəni mənfi yarım periodda olacaq. Görürsünüz, mənfi yarım periodda D nöqtəsində müsbət, C nöqtəsində mənfi düşdü. Deməli, burada görürsünüz ki, VZ2 diodun anoduna müsbət potensial, katodla cəryan əlaqəsi vasitəsilə mənfi düşür. Deməli, nə olur? VZ2 dövrəyə düz qoşulur. VZ1 nə olacaq? Görürsünüz ki, nə olur? Cəryan əlaqəsi vasitəsilə katodla müsbət, anodla isə mənfi potensial düşür. Bu nə olacaq? Əks qoşulur. Deməli, burada isə VZ2 diodun stabilizasiya gərginliyin qiyməti ilə burada kəsiləcək. Belə bir siqnal əldə etmiş olur. Bunlar sıfır səviyyəyə görə nədir? Deməli, sxemlərdir. Əgər biz fərz eləmək istəyirik ki, sıfırdan fərqli bir səviyyədə sürüşmə yaratmaq istəyiriksə, ondan edirik, bura bir dənə də mənbə əlavə edirik. Artıq burada sürüşmə gərginliyi yaranır. O da VZ plus bu VDS adlandırsa, VDS-ə bərabər olur. Yəni burada bu 4 voltsa, bunu 2 volt götürmüşüksə, deməli sürüşmə gərginliyi qalacaq 6 volta bərabər olmuş olur. Yəni bu iki sxem variantını yığaq, simulyasiyaya baxaq. Bunun üçün sizə hesabat sxemlərində də fərqli variantlarda verilir. Deməli burada birinci götürürük, deməli mənbələr kitabxanasından bir dəyişən cəryan mənbəyi götürürük. Bir dənə müqavimət götürürük. Bir dənə bizə nə lazımdır? Stabilitron götürürük. Görürsünüz, bax, yazmışdıq Amerika Milli Standartlaşmasının verdiyi işarə budur və bunlar kompüter texnologiyasında, yəni müxtəlif proqramlarda bu formada göstərilir. İstədiyimiz formada qoşa bilərik. Birinci halda elə nətər qoşmuşduq? Ən birinci bura vermişdik. Ən birinci qoşduğumuzu çəkək. Dövrəmizi qapayırıq. Bir dənə burada 0 nöqtəsi əlavə edirik. Grounddur. Dövrəmizin qapanmasını sxemə, proqrama belə deyək, bildirmək üçün. Dövrəmi yığdım. İndi siqnalın təsvirini əldə etmək istəyirəm. Bunun üçün osiloqrafdan istifadə edirəm. Osiloqrafın A kanalını girişə gətirirəm. B kanalını çıxışa verirəm. Bir də bunu da torpaqla, yəni 0 nöqtəsinə qapayıram. İndi dövrəmiz simulyasiyanı başladıram. Ekranda görsənir. İndi mən bunu zaman oxuna görə belə deyək, ayırıram. Deməli, görürsünüz, siqnal burası yerləşmir. Bunun üçün neyirəm? Gərginliyimin qiymətini artıra bilərəm. Belə bilərəm 50 volt, neçə volt. Verək, fərz edək bunu 50 volt. Hər bir damaya düşən 50 volt olsun. Ya da 100 volt verək, fərqi yoxdur. 100 verək ki, görə bilək. Eyni şeyi bunda veririk. Görürsünüz, artıq siqnal formasına fikir verirsiniz. Burada genişlik, bunu böyütmək bildirik. Fikir verirsiniz, zaman oxuna baxırsınız. Müsbət yarım periyod. Bu birinci, gəlin rəngiləyək siz bunlar, rəngləyə görək. Birinci xəttimizi verək. Bunu verək qırmızı xəttlə, biraz fərqlənəsə. Qırmızı onda nə oldu bizdə? Giriş siqnalı oldu. Giriş siqnalının formasına biraz keçsin. Getdi. Bizim giriş siqnalımız artıq görürsünüz. Nə oldu? Müsbət yarım periyodda stabilizasiya gərginliyi qədər üzərinə gərginlik düşdü. Mən gördük ki, bu müsbət yarım periyoddadır. İndi bunun işarəsinin yerini dəyişsək, bunun işarəsini dəyişək, yəni anodla katodun yerini dəyişək. Oldu. İndi belə qoyacaq da.
İndi nə olacaq? Müsbətdə kəsilməyəcək, 0-a bərabər 0.7 çox kiçik qiymət olacaq. Mənfi yarım period artıq nə olacaq? Stabilləşmə mümkün olacaq. Müşahidə edirsiniz, görürsünüz. Bunu biraz istəsiniz yığaq. Yaxşı görəsiniz. Görürsünüz. Mənfidə, müsbət yarım periodda nə oldu? Adi diyor kimi davrandı. Mənfi yarım periodda isə nə oldu? Stabilləşmə yaratmış oldu. İndi dedik ki, bura istəyirəm həm müsbət yarım periodda, həm mənfi yarım periodda nə olsun? Stabilləşmə yaratsın. Bir dənə də bura birləşdirirəm. Gətirirəm bura. Katodları birləşdirirəm. Fikir verirsiniz. Həm müsbət yarım periodda, həm də mənfi yarım periodda görsünüz nə əldə edirik? Düzlənmə siqnalı əldə etmiş olduq. Müşahidə edə bilirsinizmi? Görürsünüz, bu da müsbətdə də keçirdi, mənfidə də keçirdi. Bir dənə dedik, nəyimiz var bizim? Səviyyəyə görə formalayıcılarımız mövcuddur. Səviyyə də bir dənə vermək üçün bura bir dənə sabit cəryan mənbəyi gətirirəm. 12 voltdan vermişəm. Fikir verirsiniz. Bax, artıq görürsünüz, artıq gərginlik 0 oxunda deyil. 12 volt nə qədər yuxarıya doğru müsbət yarım period olur, sürüşmüş hesab edilir. İndi bu diodun yerini dəyişsəm isə əks effektiv əldə edilir. Yəni artıq nə olacaq? Səviyyəyə görə stabilləşmə mənfi yarım periodda deməli mümkün olacaq. Yəni biz bu günləri sizlə ikinci laborator işimiz olan Zener diodu üzərində amplitud formalayıcılar nəzər yetirdik. Oldu Zəhra? Adı nə idi? Arzu. Qan oldun? Bu dəfə Allah şükür hər şey işlədi.